Banka borcu olanlara pis bir xəbərim var. Daha doğrusu müxtəlif təşkilatlardan kredit götürüb həmin krediti vaxtında qaytara bilməyən şəxslərə aiddir bu xəbər. Bəli əzizlər, Azərbaycanda qanunvericiliyə dəyişiklik edilir. Belə ki, əvvəllər vətəndaş kredit götürüb onu qaytara bilmirdisə, iş olurdu məhkəməlik və məhkəmənin yanaşması qanunvericilikdə təsbit olunmuşdur ki, icra məmuru hansı hallarda krediti vətəndaşdan necə ala bilər. İndi o qanun daha da sərtləşdirilir. Əvvəlki qayda belə idi ki, icra məmuru tələb olunan borclunun hesabındakı pul vəsaitlərinə, qiymətli əşyalarına, habelə bank və digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə bilərdi. Yəni bu sadalananlardan həmin krediti belə deyək tutub banka ödəyə bilərdi. Lakin indi yeni layihədə bu çərçivə belə deyək genişləndirilir. Yeni sənədə əsasən isə icra məmuru tələbi, yəni borcu, borclunun əmlakına, o cümlədən nağd vəsaitlərinə, bank və digər kredit və elektron pul təşkilatlarındakı hesab və əmanətlərinə, habelə saxlanıcıda olan pul vəsaitlərinə yönəldə biləcək. Yəni əzizlər, sizin kredit borcunuz var, qaytarmırsınız, iş gedib məhkəməyə, məhkəmənin qərarı çıxıb, həmin pul sizdən tutulmalıdır. Yəni bu pul sizdə nağd formada, onlayn formada, balışın altında, nə bilim, emun hesabınızda, haradasa varsa bu pulunuz mütləq şəkildə həmin pul tutulacaq və banka yönəldiləcək.